Salam, hər vaxtınız xeyir. Bugünkü sınağımız 4-cü və 5-ci sinifdə lisey imtahanına hazırlaşan uşaqlar üçün hazırlanıb. Amma yuxarı sinif şagirdləri də sınaqdan yararlana bilərlər. Başlayaq birinci sualdan. Hansı cümlədəki sifətlər yalnız hansı sualına cavab verir? Ümumiyyətlə bilirik ki, sifətlər necə, nə cür, hansı suallarına birinə cavab verir. Amma dilimizdə bəzi sifətlər var ki, onlar təkcə hansı sualına cavab verir. Yəni, necə, nə cür suallarına cavab vermir, təkcə hansı sualına cavab verir. Bəs bu sifətlər hansılardır? Əgər sifət dakı, bir də kü şəkilçisinin köməyi ilə yaranıbsa, bu sifətlərə təkcə hansı sualını verə bilərik? Məsələn, deyirəm ki, həyətdəki ağaclar. Hansı ağaclar? Yəni, deyə bilmərəm ki, necə ağaclar, nə cür ağaclar? Bu sualları vermək uyğun gəlmir. Və yaxud da belə sual verə bilmərəm. Həyətdəki ağaclar, haradakı ağaclar? Dilimizdə ümumiyyətlə haradakı sualı yoxdur. Deməli, dakı şəkilçisinin köməyi ilə yaranıbsa, deyəcəm ki, hansı? Məsələn, kitabdakı şəkillər, hansı şəkillər? Divardakı rəsmlər, hansı rəsmlər? Ağacdakı quşlar, hansı quşlar? Bir də kü şəkilçisinin köməyi ilə yaranıbsa, hansı sualını verəcəm? Məsələn, deyirəm ki, indiki dərs. Deyə bilmərəm ki, necə dərs, nə cür dərs? Bu sualları vermək uyğun gəlmir. Və yaxud da nə vaxt ki dərs? Bu sualı da verə bilmərəm. Çünki dilimizdə nə vaxt ki sualı yoxdur. Deyəcəm ki, hansı dərs? Və yaxud da sabahki iclas, hansı iclas? Dünənki tədbir, hansı tədbir? Yadda saxlayırıq. Əgər sifətlər dakı, bir də kü şəkilçisinin köməyi ilə yaranıbsa, bunlara ancaq hansı sualını verə bilərik. Amma qalan sifətləri isə necə, nə cür, hansı? Bu 3 sualın üçündə verə bilərik. İndi baxaq cümlələrə. İsti çörəyin ətri hər tərəfə yayılmışdı. Burada sifət isti sözüdür. Baxın, necə çörəyin, nə cür çörəyin, hansı çörəyin? Hər 3 sualı verə bilirəm. Amma bizə şərtdə nə deyir? Təkcə hansı sualına cavab verən sifət olsun. Baxaq ikinci cümləyə. Hava isti, səma mavi idi. Burada sifətlər isti və səmadır. Necə hava, nə cür hava və yaxud da necə səma, nə cür səma. Deməli, bu sualları vermək olur. Elmsiz insanlıq məhvə doğru gedir. Necə insanlıq, nə cür insanlıq? Yenə bu sualları vermək olur. Bu variantda getdim. Xəsis insan hər zaman acgöz olar. Burada sifət xəsisdir. Necə insan, nə cür insan, hansı insan? Hər 3 sualı verə bilirəm. Ona görə bu cümlədə getdim. Bugünkü tədbir dünənki tədbirdən daha çox davam etdi. Baxın, burada sifətlər bugünkü və dünənki sözlərdir. Bunlar da kü şəkilçilərinin köməyi ilə yaranıbdır. Bayaq qeyd elədik ki, bu şəkilçinin köməyi ilə yaranıbsa, təkcə hansı sualını verə bilərik? Bugünkü tədbir, hansı tədbir? Dünənki tədbir, hansı tədbir? Yəni, bunlara nə cür sualını verə bilmərəm. Ona görə cavabımız olacaq elə bu. Keçən növbəti testdə cümlələrdən birində sintaktik üsulla yaranmış çoxaltma dərəcəli sifət işlənmişdir. Ümumiyyətlə bilirik ki, sifətin 3 dərəcəsi var. Adi dərəcə, azaltma dərəcəsi, bir də çoxaltma dərəcəsi. Adi dərəcə, azaltma və çoxaltma dərəcələri üçün meyar sayılır. Yəni, bu 2 dərəcə adi dərəcənin əsasında yaranır. Eyni zamanda da azaltma və çoxaltma dərəcələri 2 üsulla yaranır. Morfoloji, bir də sintaktik. Morfoloji üsul nədir? Yəni, sözə mən şəkilçi artırıb düzəldirəm. Amma sintaktik üsulda isə sözə başqa bir söz artırıb düzəldirəm. İndi bizə nə deyir? Deyir ki, həm sintaktik üsulla yaranmış olsun, yəni 2 sözün birləşməsi, həm də çoxaltma dərəcəli sifət olmalıdır. Baxaq cümlələrə. Xırdaca evlər dağın başından görünürdü. Burada sifət xırdaca sözüdür. Çoxaltma dərəcəsindədir, şərtimizin birini ödəyir, amma baxın, ca ədatının köməyi ilə düzəlib. Bu da morfoloji üsula aiddir. Sintaktik üsulda dedik ki, sözə başqa bir söz artırıram. Amma burada xırda sözünə başqa bir söz yox, ca ədatı artırılıbdır. Olub morfoloji üsul. Bizə sintaktik lazımdır, ona görə bu variant getdi. Dənizin gömgöy sularında bir yelkən ağarırdı. Burada sifət gömgöydür, çoxaltma dərəcəsindədir. Şərtimizin birini ödəyir, amma bu da m, p, r, s samitlərinin köməyi ilə yaranıbdır. Sapsarı, gömgöy, qapqara, yamyaşıl, bu da morfoloji üsul sayılır. Ona görə bu variantda getdi. Açıq sarı saçları ona çox yaraşırdı. Burada sifət açıq sarıdır. Bəli, bu sintaktik üsuldur, amma çoxaltma dərəcəsində yox, azaltma dərəcəsindədir. Ona görə bu variantda getdi.
Aydın bumbuz su içdiyi üçün xəstələnmişdi. Burada sifət bumbuzdur. Baxın, bu çoxaltma dərəcəsinə bənzəyir. Bayaq dediyim mıpırısı samitlərin köməyi ilə yaranan yamyaşıl, sapsarı, gömgöy ona bənzəyir. Amma buz adi dərəcə, buz isim olduğuna görə ismin dərəcəsi olmur axı. Deməli, bumbuz çoxaltma dərəcəsində işlənə bilməz. Niyə görə? Təkrar deyək, buz isimdir. İsmin dərəcəsi olmur. Ona görə bumbuz çoxaltma dərəcəsi ola bilmir. Adi dərəcəli bir sifətdir. Bu da getdi. Dişləri qar kimi dümağ idi. Burada dümağ çoxaltma dərəcəli sifətdir. Eyni zamanda da düm hissəciyinin köməyi ilə yaranıbdır. Yəni, bu da sintaktik üsula aiddir. Cavabımız olacaq bu. Keçən növbəti testdə yazıldığı kimi tələffüz olunan hansı sözdə uzun tələffüz olunan sait var? Deməli, bizə elə söz lazımdır ki, yazıldığı kimi tələffüz olunsun. Yəni, yazılışı ilə deyilişi arasında fərq olmasın. Eyni zamanda da həmin sözdə uzun tələffüz olunan sait olsun. Sözlərimizə baxaq. Radius, səadət, qənaət, mətbuat, bir də əmoğlu. Radius sözünə baxıram ki, burada yanaşı gələn saitlər var. İ, bir də o. Bu qaydanı yadda saxlayaq ki, müxtəlif cinsli saitlərdən söhbət gedir təbii ki. 2 dənə müxtəlif saitin yanaşı gəldiyini görürəmsə, bu saitlərdən biri əgər idisə, tələffüz zamanı bunların arasına y girəcək. Təkrar deyirəm, 2 müxtəlif saitin eyni saitlərdən söhbət getmir. 2 müxtəlif saitin yanaşı gəldiyini görürəmsə, bu saitlərdən biri idisə, tələffüz zamanı onların arasına y girəcək. Yəni, radius ilə onun arasında y olacaq. Yazılışı ilə deyilişi fərqləndi. Bizə nə deyirdi? Yazıldığı kimi tələffüz olunsun. Deməli, bu variant getdi. Baxıram səadət. Bəli, burada səadət yazıldığı kimi deyilir. Ümumiyyətlə, qaydalar dəyişilib, dil qaydalarında dəyişikliklər var artıq xeyli vaxtdır ki, və bizim xeyrimizədir, yəni asanlaşıbdır. Qayda necədir? Müxtəlif cinsli saitlərdə, bayaq dediyim kimi, yanaşı gələn saitlərdən biri idisə, araya y girəcək. Biri i deyilsə, olduğu kimi qalacaq. Baxıram səadət, yanaşı gələn saitlər ə, a. Biri i deyil, deməli, olduğu kimi qalacaq. Qənaət, bu hələ ki qalsın. Mətbuat, yazıldığı kimi deyilir, uzun tələffüz olunan sait yoxdur, bu da getdi. Əmoğlu, baxın, burada da yanaşı gələn 2 sait görürəm. Biri idi, biri o. Və burada qayda dedik ki, yanaşı gələn saitlərdən biri idisə, bu zaman həmin saitlərin arasına y samiti girəcək. Amma, bax, həmin qayda bu kimi mürəkkəb sözlərə aid deyil. Yəni, o sadə sözlərə aiddir. Yəni, həmin saitlər sözün kökündə olmalıdır. Burada əmioğlu sözündə i və onun yaranma səbəbi odur ki, əmi sözü i saitinə bitibdir və həmin sözə saitlə başlayan başqa bir söz artırılıbdır. Ona görə burada 2 dənə sait yanaşı işlənibdir, i və o. Təkrar deyirəm, bayaq qayda dedik ki, yanaşı gələn saitlərdən biri idisə araya y girəcək. Amma o qayda mürəkkəb sözlərə aid deyil. Əmi oğlu, bibi oğlu bu sözlərə aid deyil. Burada necədir tələffüz? Deməli, bu formadır. Əmi oğlu, əm, oğlu. Yəni, birinci sözün son saiti i düşdü, oğlu olduğu kimi də qaldı. Əmi oğlu. Bu da getdi, yazılışla deyilişi fərqləndi. Baxıram qənaət sözünə. Bayaq dedik ki, əgər biri idisə y girir, biri i deyilsə, yazıldığı kimi də deyilir. Bəli, qənaət sözü yazıldığı kimi deyilir. Amma bir qaydanı yadda saxlayaq ki, yanaşı gələn saitlərdən biri a, biri ədirsə, burada həmişə a uzun tələffüz olunacaq. Uzun tələffüz olunur. A, ə. Məsələn, bəraət, qənaət, şücaət. Yəni, bunu bəzən uşaqlar şücaət, qənaət belə deyirlər. Bəli, dilimizə yatır. Amma qayda demişik axı, bu saitlərdən biri i deyilsə, yazıldığı kimi tələffüz olunur. Yazıldığı kimi tələffüz olundu. Sadəcə yanaşı gələn saitlərdən birincisi a, ikincisi ədirsə, burada a uzanacaq. Amma birinci ə, ikinci a olanda burada uzanmayacaq ha. Birinci a olmalıdır.
Amma onu da qeyd edeyim ki, qənaət yazıldığı kimi deyilir. Çünki saytın uzanması yazılışla deyiliş arasında fərq yaratmır. Sadəcə deyirik ki, A saytı uzanır. Eyni tələffüz olundu, yazıldığı kimi sayt səsinin uzanması müşahidə olundu. Cavabımız olur bu. Keçən növbəti suala fikirlərdən biri düzgündür. Ə-A sayt birləşmələri olan sözlərin tələffüzü zamanı ə saytı uzanır. Baxın, indi dediyim qayda. Ə-A olanda yox, birinci A, sonra ə. Bax, belə olanda bəli, A uzanır. Bu formada. Amma birinci ə gəlibsə, orada uzanmayacaq. Biraz səliqəsiz yazdım. Birinci A olmalıdır, sonra ə. Burada A uzanır. Amma ə-A olanda isə olduğu kimi deyiləcək. Bu variant getdi. Müxtəlif cinsli sayt qoşallığı sözün əvvəlində işlənə bilmir. Müxtəlif cinsli sayt qoşallığı sözün əvvəlində işlənir. Məsələn, ailə. Deməli, bu da səhvdir. Eyni cinsli sayt qoşallığı sözün istənilən yerində işlənə bilər. Yadda saxlayaq ki, eyni cinsli sayt qoşallığı, məsələn, qoşa A, qoşa Ə, qoşa İ, qoşa O. Dilimizdə yəni 4 sayt eyni cinsli ola bilir də, 5-i olmur. Qoşa A, qoşa Ə, qoşa İ, qoşa O. Bunlarda ancaq sözün ortasında gələ bilir, bir də sonunda, əvvəlində gələ bilmir. Deməli, bu variantda getdi. İ-A, Ü-Ə, Ü-A sayt qoşallıqlarında tələffüz zamanı saytların arasına Y səsi əlavə olunur. Bayaq dedik ki, yanaşı gələn saytlərdən biri İ-dirsə Y girir. Yəni, İ-A olanda Y girəcək. Çünki biri İ-dir. Amma Ü-Ə, Ü-A olanda girməyəcək. Deməli, bu variantda yanlışdır, getdi. E-A, E-Ə, E-O sayt birləşmələrinin tələffüzü zamanı dəyişiklik baş vermir. Ümumiyyətlə, baxın, bunları əzbərləməyə ehtiyac yoxdur. Çünki bayaq dedik ki, təkrar deyirəm yadda qalsın deyə, yanaşı gələn saytlərdən, müxtəlif cinsli saytlərdən biri İ-dirsə Y girir. Biri İ deyilsə, onsuz da olduğu kimi qalacaq da. Yəni, mən o qədər sayt qoşallığını niyə əzbərləyim? Olduğu kimi qalacaq, biri İ deyilsə. Bir dənə təkrar deyirəm, A-Ə olanda A uzanır. Yəni, bu fikir düzgündür. Keçən növbəti suala. Eyni köklü sözlər cərgəsini müəyyən edin. Ümumiyyətlə, sözlərin eyni köklü olması üçün bizə 2 şərt lazımdır. Birinci şərtimiz odur ki, sözlər düzəltmə olmalıdır. Yəni, sadə sözlər eyni köklü ola bilməz. Mən həmişə variantlardan sadə söz olanı silirəm. Birinci şərt sözlər düzəltmə olmalıdır. İkinci şərt odur ki, həmin düzəltmə sözlərin kökləri eyni mənanı verməlidir. Deyək ki, sözlər düzəltmədir. Amma onların kökləri eyni mənanı vermirsə, eyni köklü ola bilməz. İndi baxaq, hansı variantda sadə söz varsa, mən işimi asanlaşdırmaq üçün həmin variantları siləcəm. Bilik, bilək, bilici. Bilək sadədir, bu variant getdi. Dağıntı, dağlıq, dağdakı. Dağıntı sadədir, bu variantda getdi. Bağban, bağça, bağlamaq. Deməli, sözün kökü bağ, ban şəkilçi. Bağ sözün kökü ça leksik. Bağ sözün kökü la leksik. Hər üçü düzəltmə olduğuna görə bu variantı saxlayıram. Yazı, yazıçı, yazıçılıq. Yazmaqdan yazı, yazmaqdan yazı, yazıçı, 2 leksik. Yaz, yazı, yazıçı, yazıçılıq. Burada 3 leksik. Hər üçündə leksik şəkilçi varsa düzəltmədir. Bunu da saxlayıram. Keçirəm növbəti varianta bəzən. Burada biri T olmalı idi. Bəzət, bəzədir. Bəzən və bəzət bəli düzəltmədir. Amma bəzədi sadə olduğuna görə bu variantda getdi. Deməli 2 variantım qalıb. İndi baxıram görüm, hansı variantda sözlərin köklərinin hər üçü eyni mənanı verir. Baxın, bağban və bağça sözlərinin kökü olan bağ meyvə əkilən yerdir. Amma bağlamaq sözünün kökü olan bağı isə meyvə əkilən yer deyil. Məsələn, ayaqqabının bağı. Bax, budur. İkisinin kökü eyni oldu, amma birinin kökü fərqli oldu axı. Onda eyni köklü ola bilməz. Deməli, bu variant getdi. Yazı, yazıçı, yazıçılıq. Hər üçünün kökü nədir? Yazmaq feili. Yəni, burada yaz fəslindən söhbət getmir ki, yazmaq feilindən söhbət gedir. Kökləri eyni olduğuna görə oldu eyni köklü. Həm düzəltmədir, həm kökləri eyni mənanı verir. Cavabımız oldu bu. Keçək növbəti suala.
9 sözünün fonetik təhlili ilə bağlı verilmiş fikirlərdən biri səhvdir. Ümumiyyətlə yadda saxlayaq ki, bizə fonetik təhlil deyirsə, mütləq birinci sözün tələffüzünü yazmalıyıq. Necə deyiləcək? Qoşa q olar. Birinci q özünün kar qarşılığına, yəni k-ya keçir. Dok, kuz. Baxın, bu formada dok, kuz. Bir dənə fərq var. Q keçdi k-ya. Deyir, saitlərin hər ikisi dodaqlanandı. Bəli, o və u hər ikisi dodaqlanır. Düzgündür. 4 cingiltili samit var. İndi baxın, biz bunun yazılışına baxsaq, deyəcəyik ki, bəli, 4 dənə cingiltili samit var. Amma bayaq dedik ki, tələffüzün yazmalıyıq. Əgər bizdən hecanı, vurğunu, ahəng qanunun, bir də hərflərin sayını soruşsaydı, bəli, mən yazılışa baxardım. Amma kar samit, cingiltili samit, ümumiyyətlə sait samit soruşursa tələffüzə baxmalıyıq. Tələffüzünə baxsam, deməli, d, q, z. Bəli, bunlar cingiltilidir, amma q'nın biri k-ya keçib axı, bu kardır. Deməli, 3 cingiltili var, 1 kar, 4 cingiltili yoxdur. Elə cavabımız budur. Sonra deyir, vurğu ikinci hecaya düşür, 9. Bəli, ikinci hecanı qüvvətli deyirəm, düzdür. Uzanan sait yoxdur, düzdür. Heca bölgüsü 9 şəklindədir, bu da düzdür. Hansı variantda yol sözü məcazi mənada işlənibdir? Ümumiyyətlə, sözün həqiqi mənası var, bir də məcazi mənası var. Deyir, birində yol sözü məcazi mənadadır. Baxaq, bu yol Qubaya gedir. Bəli, bu həqiqətən getdiyimiz yolda həqiqi mənadır. Biz yolun kənarında dayanıb nəfəsimizi dərdik, həqiqi mənadır. Şairin həyat yolunu onun gözəl əsərləri işıqlandırırdı. Baxın, burada şairin həyat yolu həqiqətən gedilən yoldan söhbət getmir ki, yəni şairin doğulduğu gündən bu günə qədər keçdiyi yoldur. Bu məcazi mənadadır. Elə cavabımız bu olacaq. Maşın yolunu ehtiyatlı keçmək lazımdır, həqiqi məna. Yolun kənarında hündür palıd ağacı vardı, bu da həqiqi məna. Variantlardan biri ilə sözün leksik mənasını izah etmək olmaz. Ümumiyyətlə, sözün leksik mənasını 4 yolla izah etmək olar. Birincisi, sözün əlamətini izah etməklə. İkinci, sözə yaxın mənalı söz tapmaqla. Üçüncü, sözə əks mənalı söz tapmaqla. Dördüncü, ola bilər ki, söz düzəltmədir və yaxud da mürəkkəbdirsə, yəni düzəltmə və yaxud da mürəkkəb olarsa, həmin sözün tərkib hissələrini açmaqla. İndi baxaq. Görün, biz qeyd etdiklərimizdən əlavə hansı var? Sözün əlamətini izah etməklə, bəli, bunu qeyd etdik, düzdür. Əks mənalı söz tapmaqla, düzdür. Yaxın mənalı söz tapmaqla, düzdür. Sözün hissələrini açmaqla, düzdür. Amma baxın, sözün hansı nitq hissəsi olduğunu müəyyən etməklə. Bu, qrammatik mənaya aiddir. Ümumiyyətlə, qrammatik məna deyəndə, yəni sözün suala aiddir bura, sözün hansı nitq hissəsi olması, sözün hansı cümlə üzvü olması, bunlar qrammatik mənaya aiddir. Yadda saxlayaq, hansı nitq hissəsi olması leksik mənaya aid deyil. Məsələn, alma sözü. Deyirəm ki, isimdir. Bu, bunun leksik mənası deyil, qrammatik mənasıdır. Cavab olacaq bu. Biri frazeoloji birləşmədir, kömək etmək, adam olmaq, ağzına su almaq, təmir etmək, yaza bilmək. Baxın, ümumiyyətlə olmaq, etmək, eləmək, bunlarla frazeoloji birləşmə yaranmır. Olmaq, etmək, eləmək. Amma bir dənə üzünə ağ olmaq var, üzünə ağ olmaq, yəni cavab qaytarmaq, o frazeolojidir. Burada kömək etmək görürəmsə bu mürəkkəb feildir, frazeoloji deyil. Adam olmaq, bu da mürəkkəb feildir. Təkrar deyirəm, etmək, eləmək, olmaqla frazeoloji yaranmır, getdi. Təmir etmək görürəm, mürəkkəb feildir. Yaza bilmək, bu da AL şəkilçisi, üstəgəl bilmək feilinin köməyi ilə yaranmış mürəkkəb feildir. Bilmək, bu da getdi. Məsələn, deyirəm ki, buna çıx qoymalıydım. Məsələn, qaça bilmək, yaza bilmək, gedə bilmək, görə bilmək. Bunlar təbii ki, həqiqi mənadadır, məcazi məna deyil. Amma frazeoloji birləşmə nə idi? Məcazi mənalı birləşmələrdə. Onun tərkibində olan sözlər həqiqi mənalarını itirirdi, məcazi mənada işlənirdi. Ağzına su almaq. Bəli, bu məcazi mənadadır. Düzdür, həqiqi mənada da ola bilər. Məsələn, dərman içəndə ağzıma su alıram. Bu həqiqidir. Amma məcazi mənası da var, ağzına su almaq, yəni susub oturmaq, danışmamaq. Cavab olur bu. Kök iki leksik şəkilçi, bir qrammatik şəkilçi sxeminə uyğun gəlməyən söz hansıdır?
Deməli, kök, 2 leksik, 1 qrammatik. Buna uyğun gəlməyən. İndi baxaq sənətkarlıqda. Sənət sözün kökü, kar bir cür yazılan leksik şəkilçi, lıq leksik, da qrammatik. Tam göstərmək olmur. Deməli, sənət sözün kökü, kar leksik, lıq leksik, da qrammatik. 2 leksik, 1 qrammatik uyğun oldu. Əkinçilikdə ək sözün kökü, əkməkdən əkin, əkinçi, lik, də. Burada artıq 3 leksik var, 1 qrammatik var. Təkrar deyirəm, əkməkdən əkin yarandı, əkindən əkinçi, əkinçidən əkinçilik, də də qrammatik hal şəkilçisi. 3 leksik, 1 qrammatik. Cavabımız məlum oldu, amma yenə baxaq. Ağdan ağarmaq, leksik, ağartmaq, tığda leksik, maq qrammatik. 2 leksik, 1 qrammatik uyğun oldu. Heyvan sözün kökü, dar leksik, lıq leksik, da qrammatik. Bu da uyğundur. Kitab sözün kökü, xana leksik, çıl leksik, lar qrammatik. Yenə 2 leksik, 1 qrammatik sxemına uyğun oldu. Cavabımız oldu əkinçilikdə. Belə sınağın izahı bu qədər. İnşallah növbəti dərslərimizdə görüşərik. Sağ olun.